Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi professor Hüseyn Həşimlinin 60 illik yubileyinə həsr olunan ədəbiyyata könül vermiş əbədi adam adlı anım tədbiri keçirilib. Tədbirdən öncə professor Hüseyn Həşimlinin xatirəsi ehtiramla yad olunub, məzarı ziyarət edilərək gül dəstələri qoyulub. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Hüseyn Həşimlinin universitetdə 30 ildən artıq davam edən elmi pedaqoji fəaliyyətindən danışaraq qeyd edib ki, mərhum alim Naxçıvan Dövlət Universitetinin elmi mühitinin formalaşmasında, gənc kadrların yetişdirilməsində və universitetin akademik nüfuzunun möhkəmləndirilməsində böyük xidmətlər göstərib. Rektor vurğulayıb ki, zəngin elmi irsi, yüksək müəllimlik keyfiyyətləri, prinsipial mövqeyi və elmə bağlılığı ilə seçilən akademik həm də ictimai-siyasi xadim kimi dövlətə və cəmiyyətə ləyaqətlə xidmət edib. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev çıxışında alimlə bağlı xatirələrini bölüşərək deyib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan Hüseyn Həşimli akademiyada uzun illər ərzində elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərib. Gənc alimlərin yetişdirilməsinə əvəzsiz töhfələr verib. Tarix Filologiya Fakültəsinin dekanı Arif Ağalarov mərhum alimin elmi tədqiqat fəaliyyəti barədə danışıb. Qeyd edib ki, 30 kitabın, 350-dən artıq elmi məqalənin müəllifi olan Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm töhfələr olan alimin çoxsaylı əsərləri beynəlxalq elmi jurnallarda dərc olunaraq ölkəmizin elminə beynəlxalq müstəvidə də nüfuz qazandırıb. Tədbirdə digər çıxış edənlər Hüseyn Həşimlinin elmi məktəb yaratmaq bacarığını, tələbələrinə verdiyi dəyəri, həmkarlarına sədaqətini və digər yüksək insani keyfiyyətlərini xüsusi vurğulayıblar. Mərhum alimin ailə üzvləri tədbir iştirakçılarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Tədbirin sonunda Hüseyn Həşimli ömrü xatirələrdə adlı video çarx nümayiş etdirilib. Badə Məliyeva, xanım Rüstəm Sadə, Akşin Məhərrəmov, NTV Xəbər.